Salam, hörmətli izləyicilər. Mən Heydər Heydərzadə. İnşallah bugündən etibarən 1C təliminə start verəcəm. Bu təlim sıfırdan başlayan bütün hamı üçün əlverişli bir təlim olacaq. Əlimdən gəldiyi qədər A-dan Z-yə videoları ətraflı çəkməyə çalışacağam. Lakin bu videolar uzun deyil, qısa videolar şəklində olacaq ki, gələcəkdə geri dönüş edib hər hansı bir məqamı təkrarlamaq istəsəz, bu sizin üçün asan olsun. İndi gəlin keçək dərsimizə. Mənim burada tədris bazası adında bir qovluğum var. Bizim bu bazamız bu qovluğun içərisindədir. Smart MMC adlı xəyali bir şirkət yazmışam. Yəni şirkətin adı Smart MMC-dir. Şirkətə aid rekvizitlər, hesab nömrəsi, bank falan, bunlar hamısı xəyali olaraq yazılıb. Dərs boyu sizlərə buradan asan da olsun deyə copy-paste edib uzun videolar çəkməmək üçün copy-paste edib buradan yazmaq daha rahat olacaq. Dərs boyu bu Word-dən istifadə edəcəyik. Və bizim burada 1S-in platforması var. Platformamız boşdur. Platformamızda hələ ki heç bir məlumat yoxdur. İstəyirəm ki, sizlərə bu məlumat bazasını yükləməyi də öyrədim. Platformamızı klik etdikdə belə bir xəbərdarlıq pəncərəsi gəlir. Deməli, informasiya bazalarının siyahısı boşdur deyir. Siyahıya informasiya bazasını əlavə edəkmi deyə sual verir. Bəli dedsək, xeyr dedsək fərq eləmir. Yəni, nəticə etibarilə eyni pəncərəyə gedib çıxacaq. Məsələn, bəli deyirik. Bəli dedikdə artıq biz bazanı yaratmağa çalışırıq və yaxud da gəlin ikinci bir variant. Xeyr deyək. Xeyr desək, belə bir pəncərə açılır. Bu pəncərədə, yəni platformanın boş hissəsidir. Buradan əlavə et düyməsinə sıxırıq. Daha sonra əlimizdə mövcud baza olduğu üçün mövcud bazanı siyahıya əlavə etməyi seçimini edirik. Növbəti düyməsinə sıxırıq. Burada məlumat bazasının adını, hansı ki digər pəncərədə o adı görsənəcək, şirkətimizin MMC-nin adını yazırıq. Mən yazıram Smart MMC. Birinci seçim bu kompüterdə və ya lokal şəbəkədə seçimi aktiv olur. Buradan bazanın yolunu seçirik. Gəldik. Deməli, iş masamızı, tədris bazası, qovluğu seçdik. Daha sonra digərləri bu serverdə qurulmaq, serverdə məlumat çəkmək, bunları gələcək dərslərimizdə, yəni bu dərsliyə aid deyil bu. Gələcəkdə 1S-in konfigurasiya videolarını çəkmək niyyətim var. O zaman bunları sizə izah edərəm. Hələlik bizə lazım olan seçim budur. Növbəti düyməsinə klik edirik. Burada seçimlərə dəymirik. Hazır deyirik. Bəli, artıq bizim informasiya bazamızda bir şirkət əlavə edildi. Bir boş baza daha doğrusu əlavə edildi. Bazamızın yeri aşağıda, yəni ünvanı görsənir. Harada olduğu görsənir. İndi gəlin keçək bazamızın daxilinə. 1C müəssisəni klik edirik. Burada sizdə başqa istifadəçi adları ola bilər. Məndə öz adım və parolu yazırım. Edeyim. İnformasiya bazasına daxil olun.
Bəzən informasiya bazası yeni olduğu üçün 2 dəfə istəyə bilər. Parol. Sonraki mərhələlərdə 2 dəfə olmuş. Bəli yoldaşlar, bazamız artıq hazırdır. Bu dərsdə biz təşkilatı yaratmaq, təşkilatın adını yaratmaq və təşkilatın məlumatlarını daxil etmək. Bunları öyrənəcəyik. Təşkilatımız bayaq dediyim kimi Smart MMC deyə xəyali bir təşkilatdır və burada da onun rekvizitləridir. Təşkilatı yaratmaq üçün yoldaşlar 2 seçim var. İstəsəz burada təşkilatlar, müəssisə təşkilatlar. İlk öncə bazamızın interfeysindən məlumat verin. Bazamızın interfeysi burada qısa yollardır. Yuxarıda da həmin məlumatların, belə deyim, digər versiyalardır. Təşkilatı yaratmaq üçün müəssisə bölməsində təşkilatlar və yaxud da yuxarıda müəssisə bölməsindən təşkilatlar seçimini edib daxil ola bilərik. Təşkilatlar pəncərəsini açırıq. Bu pəncərəni istəsək kisildib böyüdə bilərik. Normal Windows-un digər pəncərələri kimi. Artıq təşkilatın pəncərəsində sol tərəfdə yerləşən butonlar yuxarıdakı o butonlarla demək olar ki, eynidir. Baxın, əlavə et burada da var, burada da var. Kopya etmək burada da var, digər tərəfdə də var və ilə axır. Bunların hamısı, burada qısa yolları var. Bunları növbəti dərslərdə artıq bunların hamısı ilə ətraflı tanış olacaq. Təşkilatımızı yaratmaq üçün əlavə et deyirik. Təşkilatı yaradılma pəncərəsi açılır. Pəncərələrimizi genişləndiririk və başlayırıq içəridəki daxildəki məlumatlarımızı doldurmağa. Məlumatlarımızdan təşkilatımızın birinci adı hissəsidir. Təşkilatımızın adını yazırıq. Təşkilatımızın adı Smart MMC. Mən digər tərəfdən Fiili atıram bura Smart MMC. Sonra əsas pəncərədə burada hüquqi və yaxud da fiziki şəxs olduğunu seçirik. Hüquqi şəxs də hüquqi şəxsdir, fiziki şəxsdirsə fiziki şəxs hüquqi şəxsdir bizdə. Burada yoldaşlar, təşkilatın kod hissəsi. Baxın, bu kod hissəsinə əgər biz heç bir müdaxilə etməsək, avtomatik təşkilat yarandıqca o özü orada ardıcıl olaraq 1, 2, 0, 0, 1, 0, 0, 2 bu formada təşkilatda təşkilat nömrələnir. Daha doğrusu belə deyim, onsuz da bir platformada bir təşkilat yaranır. Amma təşkilatın ola bilər ki, filialları olsun, eyni, yəni Word altında olan filialları olsun. Artıq ikinci bir təşkilatın və yaxud da filialın yaranması burada sıralamanı ardıcıl aparacaq. Yaxşı olar ki, bura təşkilatın Word-ünü daxil edəsiniz. Bunu da aktivləşdirmək üçün hərəkətlər hissəsindən redaktor kod deyib bəli düyməsini deyirik və bu pəncərə aktiv olur. Yəni, bu hissə aktiv olur. Burada təşkilatın Word-ünü bura daxil edə bilərik. Təşkilatın Word-ünü bura daxil edə bilərik. Bir dəqiqə. Artıq önünü yazdım. Daha sonra baxın, təşkilatın
adını yuxarıda biz yazdıq. Özü avtomatik olaraq tam ad hissəsinə də bunu qeyd elədi. Bu formada qala bilər. Amma istəsəz, məsələn üçün ola bilər ki, təşkilatın qısa adını bura yazırıq. Uzun açıqlamasını bura, məsələn üçün burada MMC-dir, burada yaza bilərsiniz, maddi məsuliyyət cəmiyyət. Yəni bu formada. Rusca adlandırılması necədirsə bura yaza bilərsiniz. Yenə də vergi köçürülməsi, vergilərin köçürülməsi üzrə ödəniş tapşırıqlarında ödəyənin adı yenə də eyni olacaq. Fiziki və yaxud da hüquqi şəxs. Yuxarıda göstərdiyimiz burada da yəni şamil olunacaq. Fiziki şəxssə fiziki şəxs seçirik, hüquqi şəxssə hüquqi şəxs seçirik. Burada seçim etmək üçün istəsəz qısa yol olaraq F4 düyməsini vurub seçimdə edə bilərsiniz və yaxud da burada kənarda sağ tərəfdə 3 nöqtəni vurub seçim edə bilərsiniz. Bizdə hüquqi şəxsdir, hüquqi şəxs seçirik. Əsas bank hesabı. Əsas bank hesabı bizim təşkilatımızın əsas bankı olur. Məsələn, bir bank əsas bankdır, digərləri ilə ara-ara belə deyim, köçürmələrimiz olur. Hər dəfə köçürməmiz olmur. Ona görə hər dəfə seçim eləməmək üçün əsas bank hesabını seçməliyik. Hələ ki, bizdə bank hesabları yaratmamışıq deyə seçimi saxlayırıq. Növbəti dərslərdə bank hesabı yaradılandan sonra, banklar yaradılandan sonra geri dönüş eləyib buradan əsas bank kimi hesabı seçəcəyik. Rekvizitlər bölməsi. Rekvizitlər bölməsində vön, aydın məsələdir, təşkilatın vönü qeyd edirik bura. Vönün verilmə tarixi. Misal olaraq 01.01 məsələn 2022 yazırıq və yaxud da 01.05.2022 yazırıq. Sığorta edənin uçot nömrəsi. Sığorta edənin uçot nömrəsi SNN nömrəsidir. Yəni bunu da buradan xəyalı olaraq hər hansı bir rəqəm yazılır. Təbii ki, siz də real olanı yazarsınız. Statistika kodunuz varsa, statistika kodunu qeyd edirsiniz. Bizdə olmadığı üçün qeyd eləmirik. Vergi orqanında qeydiyyatda alınma haqqında şəhadətnamə. Bayaq dediyimiz kimi vön, verilmə tarixi məsələn 01.05.2022 deyirik. Seriyası nədirsə, seriyasını yazırsınız. Şəhadətnamə verən vergi orqanının adı. Baxın yoldaşlar, burada F4 düyməsinə sıxırıq. Burada vergi orqanı hansıdırsa onu qeyd eləməlisiniz. Bizdə Bakı şəhəri, Vergilər Nazirliyi yanında Bakı şəhəri kiçik sahibkarlıq iş departamentidir. Bunu qeyd edirəm. Vergi ödəyicisinin qrupu. Yenə F4 düyməsi qısa yolu və yaxud da 3 nöqtəni vurub giririk. Burada vergi məcəlləsi çərçivəsində fəaliyyət göstərən ödəyici. Bunu seçirik. Digəri neft-qaz fəaliyyətinə dair olandır. Bu bizə aidiyyəti olmadığına görə birinci seçimi seçirik. Bu seçimləri doldurduqdan sonra növbəti pəncərəmizə keçməzdən əvvəl yazmaq düyməsini vururuq ki, artıq nəsə bir xəta olarsa, nəsə olarsa bu yazdıqlarımız itməsin. Və keçirik növbəti ünvanlar və telefonlar bölməsinə. Burada ünvanlar bölməsində baxın, bu pəncərədə belə bir maraqlı bir şey var. Bu faktiki ünvan, ondan sonra hüquqi ünvan, faktiki ünvan bölmələri baxırsınız, rəngləri sarıdır. Bu xanaların üzərinə mişqanın kursorunu vurduqda birbaşa, yəni belə kiçik pəncərə açılır. Və yaxud da artıq kursor daxilində olduqda yenə də F4 düyməsi ilə o pəncərəni aça bilərik və yaxud da 3 nöqtəni vurub həmin o pəncərəyə daxil ola bilərik. İndi gəlin bir-bir
bu məlumatlarımızı da dolduraq. Birinci məlumat hüquqi ünvandır. Bizim hüquqi ünvanımız nədirsə onu qeyd edirik. Hüquqi ünvan olaraq məsələmizə yazıram Bakı şəhəri. Burada şəhər olaraq Bakı şəhəri, rayon olaraq Nərimanov rayonu, yaşayış məntəqəsi məsələmizin Nərimanov rayonu, küçə məsələmizin Təbriz küçəsi, ev 84, bu xəyalıdır təbii ki. Və bu qədər bəs edir məncə. Yəni bu ünvanları doldurduq. Burada rayonsa rayon, regionsa region, onları da əlavə edə bilərsiniz. OK düyməsini sıxırıq. Belə bir pəncərə çıxır, sual verir bizə. Sizin faktiki ünvanınızla hüquqi ünvanınız eynidirmi? Bəli desək, baxın, bu faktiki ünvanı, hüquqi ünvanı kopya edib həmin yerə atacaq. Bizdə xeyr deyirik, yəni o eyni deyil. Əgər bəli desəydik, həmin ünvanı kopya edib atacaqdı. Məsələn, bu digər tərəfləri bir də yenidən dolduraq. Bakı şəhəri, Bakı şəhəri, Nəsimli rayonu, məsələn, Voyski küçəsi, qısa çəkiləyək. Bu bizim olsun faktiki ünvanımız. Telefon bölməsinə telefonunuzu, faks bölməsinə faksı, bura elektron poçt bölməsinə, məsələn, əlaqə nömrəsi yerinə misal üçün hər hansı bir əlaqə nömrəsini qeyd edirik. Deyək ki, daha doğrusu telefonlar. Mail bölməsinə hər hansı bir maili yazıram. Siz real olan nədirsə onu yazacaqsınız mail bölməsində. Və burada da açıqlama nə istəsəz yaza bilərsiniz. Bu pəncərəmizdə də məlumatlarımızı doldurduğumuza görə yazmaq düyməsini vurub keçirik digər pəncərəyə. Baxın, bura kodlar olan hissədir. Bu şirkətimizin, təşkilatımızın fəaliyyət kodu olur vergidə. O fəaliyyət kodu nədirsə, o kodu bilirsinizsə, birbaşa bura yaza bilərsiniz. Yox, əgər o kodu bilmirsinizsə, buradan axtarıb həmin kodu tapmalısınız. Məsələn, fəaliyyətinizin nə olduğunu ki, təbii ki, bilirsiniz və ona uyğun buradan seçim edirsiniz, gəlib düşür. Biz fəaliyyət kodu olaraq misal üçün 477-80 fəaliyyət kodu seçmişik. İxtisaslaşdırılmış mağazalarda sar yeni malların pərakəndə satışı misal üçün, yəni belə bir fəaliyyət kodudur. Fərq eləmir, onu birbaşa da yazıb eləyə bilirik, buradan axtarış eləyib də tapa bilirik və yaxud da hər hansı bir yerdə klik edib, yəni seçim eləyə bilirik. Bu hissəni də doldurduq, yazmaq düyməsini sıxırıq, keçirik. Fondlar hissəsini yoldaşlar doldurmağımıza ehtiyac yoxdur. Keçirik digər logotip hissəsi. Logotipdə burada təşkilatın logosudur. Baxın, təşkilatın logosunu bura əlavə etmək istəyirsinizsə, bu kvadratın içərisində seçim eləyirik, loqonu seçirik. Məsələn, belə mən öz loqomu bura əlavə etdim. Bunu istəsəz artıra bilərsiniz,
yəni düzəlmək üçün azalda bilərsiniz. Əgər düzgün yerləşməyibsə və yaxud da belə bir şey də deyim. Bunun arxası, arxa fonu rəngli JPEG faylıdır. PNG faylı da seçə bilərsiniz. Bu, məsələn, PNG faylı daha maraqlıdır. Arxa fon olmur, digər rənglə eyni qaydada olur. Onu da qeyd etdik. Bütün pəncərələrimizi doldurduq. Yazmaq deyirik, OK deyirik. Bəli yoldaşlar, artıq bizim təşkilatımız hazırdır. İstəsəz təşkilatın filialları varsa, onları da burada əlavə edə bilərsiniz. O filiallar da eyni vön altındadırsa. Təbii ki, burada biz bir şey nəzərə alaq ki, filialları eyni vön altında eyni kod yaza bilmirik. Çünki bu unikal kod, dəyişməz koddur. Onlara vön deyil, onlara sıra nömrəsi qeyd edə bilərsiniz və yaxud da əvvəldən elə məsələn təşkilatı bir nömrə eləyib, digər filialları 2, 3, 4 belə nömrələyə bilərsiniz. Burada yuxarı pəncərədə əlavə et bildik. Digər butonumuz deyək, kopyalamaqdır. Məsələn, biz təşkilatı yaratmışıq, hər şey eynidir, adı dəyişikdir. Kopyalayırıq. OK deyirik. Artıq məlumatları doldurmadan, bütün məlumatlar kopyalanıb ikinci bir təşkilat yarandı. Burada cari elementi dəyişmək dedikdə təşkilatda, yaradılmış təşkilatda dəyişiklik etmək üçündür. Daha sonra silmək üçündür. Bu seçim edib filtr etmək üçündür. Və burada əsas kimi quraşdır butonu var. Əsas kimi quraşdır nədir yoldaşlar? Məsələn, bizim burada deyək ki, 3-5 adda filialımız var. Onun biri əsasdır. Həmin filial hansıdırsa, onun üzərindən, məsələn, bunun adını dəyişək. 2 dəfə klik edib də içərisinə daxil olub adını dəyişə bilərik. Məsələn, bunu nə qoyaq? Adını tutaq ki, Globus. Misal üçün. Globus MMC. Biri Globus MMC-dir, biri Smart MMC-dir. Bizim əsas məsələn, əsas kimi quraşdırdığımız Smart MMC-dir. Üzərinə gəlib, seçim elədikdən sonra əsas kimi quraşdır butonunu klik edirik. Baxın, bu artıq qalan şriftlərlə oldu. Əsas kimi quraşdır dedi. Bu da Globus MMC. İstərsə Globus MMC olsun, bunu əsas kimi quraşdırırıq. Baxın, bax, burada bir şeye diqqət edin. 2508 Globusu yaratdıq. Bu 2507 olduğuna görə 2508 avtomatik olaraq 1 plus elədir. Çünki bir az dediyim kimi, bu unikal koddur. Eyni kod ola bilməz burada. Buna diqqət edin. Bu qədər yoldaşlar, bugünkü dərsimiz, bugünkü çəkilişimiz bu qədər. İnşallah ki, kanalımıza abunə olub videoları bəyənməyi unutmayın. Növbəti video dərsimizdə görüşmək ümidi ilə salamat qalın.